Salam, mən Nurlani Muradova. Texnologiya 8-ci sinif 7-ci mövzunun izahı ilə tanış olaq müəllimlər. Metalın bədii emal texnologiyası. Metal hansı xassələrə malik idi dedikdə, metal demək plastiklik, elastiklik, möhkəmlik, qaynaq olunma və sair kimi xassələrə malik idi. Bir də metal dartılma qabiliyyətinə malik olduğu üçün bütün dövrlərdə sənətkarların diqqətini cəlb edib. Qədim heykəltaraşlar heykəllərinə nazik qızıl və gümüş lövhələr geyindirərdilər. Dekorativ tətbiqi incəsənətin metal emal etməklə işlənən növlərindən biri də zərb etmədir. Zərb etmə nədir? Zərb etmə təsvirin, imzanın metal lövhə üzərində müəyyən relyeflə zərb edilməsidir. Adı ilə buradan götürülüb. Zərb etmə üsulu ilə hazırlanmış dekorativ məmulatlardır və zərb etmədə yastı relyefli və həcmli təsvir yaratmaq mümkündür. Qədim Misirdə, Yunanıstanda və Romada sənətkarlar yüksək plastikaya malik metal lövhələrdən hərbi, yaraq əhləsə, qab-qacaq və bəzək məmulatları hazırlayardılar. Yaraq əhləsə nədir? Hərbi döyüş geyimi və ya ləvazimatlarıdır. Məişət əşyalarının dekorativ işlənməsinin müxtəlif üsulları arasında zərb etmə mühüm yer tutur. Qədim sənətkarlar alçaq və yüksək relyef yaratmaq üçün çoxsaylı zərb etmə üsulları bilirdilər. Müəyyən bir təsviri əldə etmək məqsədi ilə onlar öz məxsusi zərb etmə texnikalarından istifadə edirdilər. Metal üzərində naxış salan ustalar təsvirin hamar və parıltılı elementlərini yaxud da süjetli lövhələri onlara tutqun fon verməklə, yəni oyma, həkk etmə, naxış açma və qazıma, bir də qızıla boyama ilə işləyirdilər. Tutqun fon dedikdə, deməli orada boyama yox idi. Oyma, həkk etmə, naxış açma, qazıma. Burada fiziki işlərdən gedirdi söhbət. Bir də qızıla boyama ilə işləmə, bu isə demək boyaqdan istifadə edilməkdir. Metal lövhə üzərində relyef xüsusi alətlərin köməyi ilə işlənir. Bəs bu alətlər nədir? Naxış açma üçün qəlib və çəkicilərin köməyi. Çəkicilər hazırlanır metaldan və yaxud da taxtadan. Sonra gəldik metal üzərində naxış salma. Və hansı məmulatların üzərində naxış salınır soruşduqda laton, mis, alüminium, polad, bürünc, bəzi hallarda qızıl və gümüş lövhələrdən istifadə edilir naxış salma üçün. Zərb etmək üçün nəzərdə tutulmuş metal lövhənin qalınlığı olmalıdır 0,2-1 mm. 0,2-1 mm yadda saxlayırsınız həmişə. Metal plastikasının ən sadə növü naxış basmadır. Naxış basma nə cür yerinə yetirilir, nədir? Naxış basma əl ilə və alətlərlə basıb yastılamaqla folqa üzərində relyef təsvirinin işlənməsidir. Bu da folqa üzərində naxış basma nümunəsidir. Naxış basma mexaniki bəzək vurma üsuludur. Folqa üzərində əllə naxış basma isə metalın bədii emalının çox qədim üsuludur. Folqanın yumşaq və plastik olması ən sadə alətlərin köməyi ilə olduqca tez bir zamanda lazım olan relyef təsvirini almağa imkan yaradır. Bu üsulla müasir rəssamlar medalyon və döş nişanlarının maketini hazırlayırlar. Sadə və asan başa gələn olduğu üçün son zamanlar naxış basma çox sevilən bir sənət növünə çevrilmişdir. Folqa üzərində naxış basma yerinə yetirilir bəs hansı alətlərlə? Demək, iz salan alətlər, bu naxışa iz salan alətdir. Sonra əzmə üsulu ilə kürəyə bənzər iz salan alətdir. Bunların hər ikisi deməli iz salan alətdir. Bu kürəyə bənzər iz salan alətdir. Sonra puansındır. Puansın ulduz və xaçvari formasında ştampın, yəni nədir? Naxış salmaq üçündür. Metal yayan ştampın üst hissəsidir, belə deyək. Və diskli iz salan alətdir. İndi görək bu alətlər nə cür yerinə yetirilir? Hansı işləri yerinə yetirmək üçün istifadə edilir? Nazik iz salan alət 1 mm diametrində dəyirmi cilalanmış başlığı olan metal mildir.
istifadə edilir təsvirin konturlarını döymək üçün. Bu aləti yumru başlıqlı bizlə yaxud da diyircəkli qələmlə də əvəz etmək olar. Sonra gəldi əzmək üsulu ilə kürəyə bənzər iz salan alət. Adından bəlli olduğu kimi kürə şəkilli izlərin salınması üçün istifadə edilir. Gəldik puansın. Puansın ulduz, xaç formalı ucluqları olan naxışbasma alətidir. Bu alətlə təsvirin fonu işlənir. Təsvirin fonu puansınla işlənir. Yadda mütləq saxlamaq lazımdır. Diskli iz salan alət. Fırlanan yumru və dişli diskləri olan bu alət düz və qırıq-qırıq xətlərin salınması üçün nəzərdə tutulub. Baxın, biz parçanı neymalı zamanı nə keçmişdik? Diskli iz salan alət ülgünün xətlərini parçaya köçürmək üçün istifadə edilirdi. Eynilə də diskli iz salan alət naxışbasmada həmin funksiyanı yerinə yetirilir. Xətlərin salınması üçün. Bəs disk nədir? Disk dairə şəkilli lövhədir. Naxışbasma texnologiyası nədən ibarətdir? Naxışbasma əməliyyatı üzərində dəri, mahud, linoleum döşəməyə vurmaq üçün nəzərdə tutulmuş qalın müşəmbə deməkdir. Linoleum, keçə və yaxud da fetr. Fetr də ən zərif keçə növü deməkdir. Üzərinə bu vasitələr çəkilmiş masada aparılır. Folqa üzərində rahat sürüşsün deyə alətlərə mum və parafin çəkirlər. Parafində neftdən alınan muma oxşar ağ maddədir. Naxışbasma hansı əməliyyatlardan ibarətdir? Birinci, naxışbasma üçün ya hazır təsvir götürülür, ya da ki, onun eskizi işlənilir. Təsvirin üzərinə folqa qoyulur, qələm və yaxud nazik iz salan alətlə basılaraq onun ətrafı möhkəmləndirilir. Sonra təsvirin nisbətən böyük elementlərinin basılmasına başlanılır. Üst tərəfdəki qabarıq hissələr folqanın arxa tərəfindən basılır. Sonra təsvirin basılmış surəti alınır. Folqa qalın fetrin üzərinə yerləşdirilir. Basmanın fonu nöqtələr və ulduzcuqlarla işlənib tamamlanır. Təsvir edilmiş medalyon hazırdır. Sonda baxın, bu medalyon hazırdır. Və alınmış relyef kazein yapışqanı, təbaşir, əlif yağı və yağlı boyanın qarışığından hazırlanmış məhlulla, mastika və zamaska ilə möhkəmləndirilir. Zamaska nədir? Zamaska mala, suvaq deməkdir. Naxışbasmadan əlavə bir də metal məftildən istənilən fiqurun hazırlanması var. Bu onsuz da sual olaraq düşmür, amma yenə də baxarsınız. Və qayçı və folqa ilə iş zamanı təhlükəsizlik qaydaları. Qayçını üzükləri irəli olmaqla ötürün. Qayçını masanın kənarına qoymayın. Qayçı ilə ehtiyatlı hərəkət edin. Qayçını ucu yuxarı tutmayın. Qayçı ilə işlədikdə onun ucları qapanmış vəziyyətdə saxlanılmalıdır və folqa ilə işlədikdə əlləri qorumaq lazımdır. Çünki folqa metaldır və onun kənarı insanın əlini kəsə bilər.